və düzgün bir şəkildə ifadə etdiyin üçün təşəkkür edirəm. Kəmalə, sənin 2, 4, 5 dişində müalicə etmək lazımdır. Yox, 5 deyəndə var. Və biz üstündən yenə vaxt keçəndə biraz da xarab olur. Belə izah edeyim mən sənə. Müalicə ilə bağlı hansı hissəsində sənin başqa xarab edilmiş bir şey oldu? Tüpürcək və dodağın keyməsi haricində. Hamısı. Əslində heç kim diş həkimini sevmir, belə izah edeyim. Yəni dişə deyil, ümumiyyətlə həkimləri insanlar ya müayinələrə gedirlər, heç bir şikayətləri olmadan və yaxud da ki, problem olanda problemi düzəltməyə gedirlər. Sevdiyimiz bir şey deyil, yəni belə bu oyun deyil, bu bir park deyil, bu bir əyləncə mərkəzi deyil ki, sevinərək gediyorlar. Və çox vaxt dişimiz ağrıyır, ağrıdan da narahat oluruq, məcbur qalırıq getməyə. Xarab olan diş nə olacaq? Şişə bilər üzündə.